Kəlbəcər dağlarındayıq. Buzluq kanyonundan təxminən 2 kilometr qayalıq hissəyə doğru gəlmişik. Bu qayalıq hissələrə qalxdıqca bir-birindən möhtəşəm mənzərələr, qayalıq ərazilər bizi qarşılayır. Qayalardan sanki təbii bir mozaikalar var, naxışlar var. Bax, o hissədən Bezuvar keçilərinin də aşağı-yuxarı hərəkət etdikləri görünür. Buradaymış, görürsünüz. Ay, yenicə gedibdir. Təxminən belə bir yerdəyik. Son dərəcə qorunaqlı və gizli bir keçiddəyik. Dağlarda tədqiqatlar apararkən belə çətin yerlərdən keçmək məcburiyyətindəyik. Bəzən elə anlar olur ki, heç bu qayadan o biri qayaya keçmək olmur. Görürsünüz, çox dəhşətli və qaya sanki insanın üzərinə gəlir. Bu hissədən keçə bilsəm, əsas problemi atlamış olacağım. Nəysə ki, Rəbbim imkan verdi mənim buradan keçməyimə. Və maraqlı odur ki, daha önümlə gedibdi Bezuvar keçisi. Görürsünüz, orada o peyni də var. Yıxıldım. Görürsünüz, ayağım getdi. Ancaq əllərimin hesabına dayandım. Və bura ancaq keçilərin və bizim axtardığımız bəbirlərin yolu ola bilər. Təxminən bax, belə bir yerdəyik. Çox yenicə keçib. İkinci dəfə qəzaya düşdüm. Gördüyünüz kimi. Çox təəssüf, ayağımın altından daş qopdu.
Hal-hazırda Kəlbəcərdə Buzluq kanyonunun təxminən 2 kilometr üz yuxarı qalxanda qayalıqlı ərazilərdəyəm. Bura qədər çox əziyyətli bir yollardan keçdik. Ancaq bura gələndə yol boyu çəkdiyimiz o çətinlikləri insan arxada qoyur və inanın burada o qədər möhtəşəm bir gözəllik var ki, geri dönmək istəmirsən. Və ən böyük arzum odur ki, həmişə bura gəlmək iqtidarında olaq. Taqətimiz olsun, gücümüz olsun ki, bax bu dağları qalxıb gəzə bilək.